Elçin bəy, hansı ayaqlar üçün ortopedik ayaqqabı, hansı ayaqlar üçün isə işlik məsləhətdir? Dərəcələrə görə dəyişir birinci növbədə. Öncə uşaqların ayağı bizdə müayinə aparatında, podoskop aparatda öncə ayaq yoxlanışı olmalıdır. Bizə çatdırmaq istəyirəm ki, ödənişsizdir yoxlanışımız. Yoxlanışda nədir? Yoxlanışda valideyn birinci bilməlidir ki, uşağının ayağının altında neçənci dərəcə düzlük var. Neçənci dərəcədə valgus var, əyri pəncərlik var. Bu çox önəmlidir. Yəni, çünki burada tabloda da görürsünüz, burada yuxarıda normal ayaqlar var, birinci, ikinci, üçüncü dərəcə və əyri pəncərlikdir. Valgus deformasiyası var. Valgus deformasiyası içə basmaq deməkdir. Deməli, bu vurur dizlərin yaxınlaşmasına və onurğada skalyoza gedir. Burada necədir? Burada içliklər də hazırlanır, içliklərimiz də var, ayaqqabılarımız da var, tərs ortopediklərimiz var, düz ortopedik var, valgus üçün özəl hazırlama ayaqqabılarımız var. Burada ayaqqabılarda, məsəl üçün, valgus deformasiyası üçün özəl ayaqqabı var ki, dabandan qaldırılmalıdır ki, bunları birinci növbədə önəmli ayaqqabıdır ki, valgus deformasiyasını təmiz geri qaytarır. Bunların fərqi nədir? Valgus deformasiyasına biz ümumiyyətlə içlik məsləhət görmürük. Çünki içlik sadəcə o yaşlı bir şeylərə qoyulur ki, uşağın dərəcəsi ayağının altında dərəcəsi azdır və uşağın ayağının altında birinci dərəcəyə yaxın ayaq altı düzlük deformasiyası var və valgus deformasiyası yoxdur. O ayaqlara içlik qoymaq olar. Amma valgus deformasiyası isə içə basılmasıdır. Valgus deformasiyası içə gedirsə, bu ayaqqabını, deməli belə deyim, ayağını içliyə qoyduqları zaman bu doldurur. Amma uşaq bir yerdə dayanmır. Uşaq hərəkətdə olur. Uşaq hərəkətdə olduğu üçün valgus deformasiyasını içlik saxlamır. Ayaq orada oynayır, yenə topuq hissəsi içə basılır. Onun üçün ayaqqabıların arxası sərtliyi, bu şəkildə hündürlüyü, yanların sərtliyi, yəni bunu valideynlər özləri də bir düşünsünlər, baxsınlar ki, necədir. Çünki topuq deformasiyası içəri basılırsa ayaq, deməli bu yandan onu qəlib formasında saxlamalıdır ki, topuq deformasiyası içə getməsin. Və tonus topuqdur. Tonus topuq o deməkdir ki, uşaqlar ayağını yerə basdıqları zaman ayaqqabı onu təmizləyir ki, addımı düz bassın. Yəni içə çörə əyməsin. Yəni hansısa bir ayağa götürüb valgus deformasiyasını minlərlə bizim yanımıza gəlirlər ki, valideynlər içliyi qoyduq, deformasiyası belə əyildi. Bu şəkildə getdi, heç bir nəticəmiz yoxdur. Bizdə bir çox valideynlər gəlir ki, yəni içliyi qoyduq, ayaq deformasiyasını yenə saxlamır. Yəni mən bir şeyi də çatdırmaq istəyirəm ki, o vaxt gedim vurğuladım ki, orada ayaq altı düzlük dərəcəsi az olanlar və valgus deformasiyası olmayan uşaqlar üçün içliyi. İçlikdəki hansı ayaqqabılara qoyulmalıdır, bəzən onun valideynlər də bilinmir. Yəni içliyi alırlar, aparıb düzəltdirirlər, ayağa uyğun çıxartdırır, okey, getdi. Amma o dərəcənin hansı bir ayaqqabıya, mən məsəl üçün çox bir valideyn də gələndə deyir ki, apar içliyi evdə damaktikin içinə qoyurlar. İçinə qoyurlar, deyir, baxırıq, arxası yumuşaqdır. Bu topuğu saxlaya bilməz axı valgus deformasiyası. Bu ayaqqabı içlik qoyanda topuq qalır havada. Bu topuq yenə, ayaqqabı görürsünüz necə yumuşaq damaktikdə. Bu yenə əyiləcək içəri. Yəni ən azından dərəcəsi az olanlar, yenə vurğulayıram, dərəcəsi